Eğer Ballon d'Or, yani Qızıl Top mükafatını kazanmış futbolculardan ibaret komanda kurmalı olsaq, bu komandaya kimləri daxil edə bilərik? Gəlin baxaq. Qapıda Sovet İttifaqı dövründə bu möhtəşəm mükafata layiq görülmüş yeganə qapıcı Lev Yashin olardı. Müdafiədə isə cinah müdafiəçiləri arasında Ballon d'Or kazanan oyuncu olmadığından üçlü mərkəz müdafiə sistemi ilə oynayardıq. Bu müdafiə xəttində İtalyan futbolunun simvolu olmuş Fabio Cannavaro, Ballon d'Or 2 dəfə kazanmış Alman əfsanə Franz Beckenbauer və əslində yarım müdafiəçi mövqeyində oynasa da, bu siyahıda yer alan yeganə digər müdafiə oyuncusu olduğu için Matthias Sammer'i de daxil etmək olar. Yarım müdafiədə isə dünya futbolunun beyinləri bir yerə gəlir. Bir dəfə Ballon d'Or sahibi olmuş Zinedine Zidane, 3 dəfə bu mükafata layiq görülmüş Johan Cruyff tandeminin önüne ise 3 Ballon d'Or kazanan diğer bir Fransız efsane Michel Platini öz yerini alar. Hücum xəttinə keçməzdən öncə videomu bəyəndinizsə dəstək vermeyi unutmayın. Hücumun sağında futbol tarixinin aktif dövrdə olan en büyük bombarderlerinden biri 5 Ballon d'Or sahibi Cristiano Ronaldo, solunda ise 8 Ballon d'Or ile bu mükafat tarixinde en çok kazanan oyuncusu olan Argentinalı efsane Lionel Messi dayanır. Forvet ikilimiz ise texnikası ve golları ile futbol severlerin yaddaşına həkk olunmuş, 3 Ballon d'Or sahibi Marco Van Basten ve fenomen ləqəbi ile 2 Ballon d'Or kazanmış Brezilyalı efsane Ronaldo Nazario öz yerini tutardı. Və siz öz heyətinizdə hansı futbolcular görmək istəyərdiniz?